Bəli, dəmir paslanır, qızıl isə paslanmır. Buna səbəb nədir? Bunu bir təcrübə üzərində izah edəyim. Bəli, belə bir 5 qabdan ibarət təcrübəmiz vardır. Birinci qabda gördüyümüz kimi kolbanın ağzı bağlıdır və burada quru hava vardır, plus dəmir, mismar və dibdə isə su buxarını udan maddə vardır. Burada əlbəttə ki, nə su yoxdur qabın içərisində, nə də qaz yoxdur deyə, hava yoxdur deyə paslanma prosesi getməyəcəkdir. İkinci qabda da su olsa belə, qabın üst hissəsində yağ təbəqəsi olduğundan bura yenə hava daxil olmayacaq. Burada paslanma prosesi getməz, burada da qeyd olunmuşdur. Üçüncü qabda isə qabın üst hissəsi açıqdır və mismar da suyun içərisindədir. Ona görə burada paslanma qismən gedəcəkdir. Lakin paslanmanın daha sürətli getdiyi hissə xörək duzu məhlulu olan bu sudur ki, burada demək suyun elektrolitliyi daha da qüvvətlənir və mismar daha belə deyək də asan elektron verməyə başlayır. Turşu məhlulunda isə daha güclü H müsbət iyonları, turş məhlulda H müsbət iyonları metalın daha güclü elektron verməsinə, oksidləşməsinə səbəb olacaqdır və buna görə də paslanma prosesi burada 5-ci qabda isə daha sürətli gedəcəkdir. Deməli, fikrimizi ümumiləşdirsək, qızıl daha pasiv metal olduğundan, oksigen və su ilə adi şərtdə reaksiya daxil ola bilmədiyindən buna səbəbən paslana bilmir. Metal, dəmir isə deməli, dəmir metalını götürsək, feriumu, plus üzərinə oksigen qazı gəlib və ona su ilə təsir etsək, bu zaman paslanma prosesi tam gedəcəkdir və ferium 3 hidroksid alınacaqdır. Qonur rəngli ferium 3 hidroksid. Bu paslanmanın tam olmuş reaksiyasıdır. Və deməli, metal su və oksigen reaksiya daxil olaraq, təsirdə olaraq paslanır, qızıl isə bunu bacara bilmir. Bu qədər.